və yeri gəlmişkən bir məqamı da vurğulayım ki, bugün efirdə tanınmış bir insan çıxır, deyir ki, mənim hacı sevgilim var, mənim uşağımın atası filan hacı, siğə yolu ilə bunlar birgədirlər və yaxud da molla kəbini ilə birgəlikləri var və nəticədə nə baş verir? Bəlkə də ki, o hacının həyat yoldaşının xəbəri yoxdur bu münasibətdən, bu izdivacdan. Ad da çəkmirlər. İnsanın adı yoxdur, hacı. Həmin uşaq hansı travmanı yaşayır? Əgər bir uşaq evdə ata görmürsə, gündüzlər ancaq ata, səhər mövcuddur. Axşam ata yoxdur. O zaman o uşaq hansı travmanı yaşayacaq? Ata modeli o uşaqda necə formalaşacaq? Və o ana, bayaq dediniz, indiki analar belədir, belədir. O ana o uşağa nə ötürəcək? Hansı sevgini ötürəcək? Ana burada uşağa əslində sevgi ötürə bilər. Yəni ana ilə uşaq arasında burada daha çox ötürəcək sevgini daha çox əslində. ötürə biləcək. Çünki belə deyək, partnyor olmadığı üçün uşağa daha çox asılılıq və bağlılıq olacaq. Və nəticədə nə olur o uşaqda? O uşaq gələcəkdə əslində rol model olaraq, çünki baxın biz necə Azərbaycan dilini danışanda valideynlərimizdən öyrənirik. Hərə özünün ləhcəsi ilə danışır. Onların hərəkətlərini də təkrarlayırıq. Ümumiyyətlə insanlarda aynalama neyronları var. Bu insanlara onun üçün verilib ki, onlar böyükləri təkrarlayıb yaşaya bilsinlər. Çünki ola bilər ki, böyüklərin vaxtı olmasın onlara hər şey öyrətməyə. Ona görə bu aynalama neyronları vasitəsilə biz bunları eləyirik. İndi təsəvvür edin ki, həmin uşaq görür ki, bayramlarda heç ata yanında yoxdur. Çünki ata o bir ailənin yanındadır. Məktəbə gedir, ata yanında yoxdur. Ata bundan şəkil çəkdirir, bunu paylaşmaq olmaz. Atanı xəstələnib, indi ata burada yoxdursa, ona mən istədiyim vaxt zəng eləyə bilmərəm. Və s. və s. Bu ata mənə məxsusdurmu? Və sonra onun öyrəndiyi rol model nə olacaq? Ata olmaq belə imiş. Çünki ana da öyrədir ki, ataya yaxşı münasibət göstər. Ata ilə yaxşı davran. Gələcəkdə, mən də atamı çox istəyirəm. Deməli, ata belə olmalıymış. Və nəticədə? Nəticədə o da yenə destruktiv şəkildə təkrarlayacaq. Təkrarlayacaq.